Həzrəti Peyğəmbər Səlavatullah, Həzrəti Əli əleyhissalam barədə buyurmuşdur. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Əli mənə özüm kimidir və məndən ayrılmaz. Ona itaət edən mənə itaət etmişdir. Ona hörmətsizlik edən mənə hörmətsizlik etmişdir. Əlinin dostu Allahın dostu, Əlinin düşməni Allahın düşmənidir. Əli ilə müharibə edən Allahla müharibə etmişdir və Əli ilə sülh edən Allahla sülh etmişdir. Əlini sevmək iman, onunla düşmənçilik etmək küfürdür. Əli haqq ilədir, haqq da Əli ilə. Əlidən ayrı düşən məndən ayrı düşmüş və məndən ayrı düşən Allahdan ayrı düşmüşdür.